Bakın bu videoda sizlere bu elimde görmüş olduğunuz mirvarili sade abadokun necə düzəlmə qaydasını göstərirəm. Videoya baxıb ətraflı öyrənə bilərsiniz. Bakın ilk növbədə belə bir abadokdur. Yəni hazır tel formasında. Bunun uç tərəfinə 6 milli mirvarini B7000 kley ilə, bakın bu kley ilə yapışdırmışam. Bu quruma müddəti biraz çəkir deyə bunu əvvəlcədən yapışdırmışam. Sonra isə baxın bu hissədən düzürük. Əvvəlcə 6 millimetrlər. Yəni bura siz mirvari əvəzinə istədiyiniz figurlardan düzüb istədiyiniz növdə abadok çəldə bilərsiniz. Mən sadəcə sizə nümunəni göstərib və sonluğunda necə bağlayırlar onu da sizə göstərəcəm. Sonra ardınca 8 millimetre. Bu hissəyə isə lap yuxarıya da 10 millimetri düzəcəm və çalışacağım bundan eyni məsafədə bitsin ki simmetrik olaraq bitirə bilim. Simmetrik olanda daha sərgəli çıxacaq. Təxminən bir artıq olub. Sonra ardınca bakın burada neçə ədəd kesmişəm? 2, 4, 6, 8 ədəd 8 mm kəsiləcəm eyni sayda olsun deyə. Sonra bakın tekrar 6 millileri. Bu formada. Bittiği yere ise sonluğundan dökülmesin diye B7000 kleyinden istifade edeceğim. Bakın bu formada. Kuruduktan sonra səliqəli bir abadok çıxacaq. Sadəcə bu teldən istifadə edərək deməli cəldirik. Sırf belə yox. Yəni istədiyiniz cürdə bura başqa cür qaş tərəfləri əlavə edərək də istədiyiniz cür qolbaqları baxın bu tel vasitəsilə düzəldə bilərsiniz.